Azərbaycanda taksilərlə bağlı çoxlu problemlər var. Demək olar ki, taksi sürücüləri hər gün ağır yol qəzaları törədirlər. Sərnişinlər də narazıdır, hətta sürücülər də narazıdır deyə bilərik. Amma daha çox sərnişinlər narazıdır, çünki uyğun olmayan, adekvat olmayan insanlar işə götürülür. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi taksilərlə bağlı islahatlar keçirtmişdi, amma görünür ki, islahatlar tam şəkildə tətbiq olunmur ya da nəticə vermir. Vəd olunan, lakin tətbiq olunmayan bəzi yeniliklər də var idi ki, məsələn, avtomobillərin texniki və ekoloji baxımdan tələblərə cavab verməsi kimi, elektron taksi dispetçer sisteminin tətbiqi, fərqləndirici rəng və dizaynla vahid taksi standartı kimi və başqa vədlər var idi. Amma bütün bunlara baxmayaraq, problemlər hələ də qalmaqdadır. Aynanın islahatları, vədləri sanki nəticə vermir. Bəs görəsən bunun səbəbi nədir? Taksi şoförlərinin narkoman olması. Yəni Mən deyirsiz, düzünə danışıram. sağlamlıq islahatı. Bəli, sağlamlıq kağızları olmadığına görə, narkologiyadan keçmədiklərinə görə hamısı narkomanlardır. Gedib gəlib də botla. Amma aynanın təzə islahatlarından sonra sertifikatsız taksilər işləyə bilmir. Sertifikat almaq üçün də narkolojidən kağız almalıdırlar, sonra sağlamlıq araçları. Neynən alırlar qurban sənə? Kağızı neynən alırlar? Nəylə alırlar? Pulla. 5 dəqiqə içində kağız verə bilərsən mənə? Ona görə ki, hər gələn gedir əlinə alır o icazə kağızını, sürür pravanı alır, amma ki, yəni heç təcrübəsi olmadan. Mənə elə gəlir ki, yoxlanılmalıdır hər şey. Taksi şoferlərini birinci bu həkimlərdən keçməlidirlər ki, onlar tam sağlam olsun ki, çünki sərnişinlə işləyir, sərnişin daşıyır, orada uşaq var, xəstə var, belə. Ona görə nə bilim, birinci növbədə ona fikir versinlər. İkinci növbədə əsas o sürətdir. İstəyir taksi, istəyir başqa maşın sürənlər, Allah hamısının köməyində olsun. Birinci növbədə sürətin aşmasınlar. Sürət, ən qəzaların birinci növbədə sürətdir. İnsan səhvi həmişə var olacaqdı. Yəni deyirsiniz ki, nəzarətdən də əlavə bu sadəcə insan səhvidir. Bəli. Maşından düşüb, deyirəm ay bala, görsən işarə qoyublar da, burada maşın saxlamaq olmaz. Deyir, hanı o üzrə? Deyir, 4 dənədir, bir dənə də yüzdə alır. Elə gedirlər, pul verirlər, o alırlar, yəni biz hamımıza məlum. Mən düşünürəm ki, sürücülərin ehtiyatsızlığı ola bilər. Yəni əsas sürücülərlə bağlıdır. Vəziyyət biraz belə kəskindir, ondan sonra tələsmələr, sonra çox adam məsuliyyətsiz əlbəttə ki, bir də ki, hər yerdə gərək ixtisaslı adam işləsin. İxtisasa uyğun olan adam sənətkar olmalıdır, ondan sonra məsuliyyətli olmalıdır.